Salam. Salam. Özünü təqdim et. Mən Əliyev Novruz Elginoğlu, 16 yaşım var. 4 il üst-üstə Azərbaycan çempionuyam, Avropa çempionu, gənclərdə Avropa üçüncüsüyəm. Hədəfim inşallah dünya olimpiya çempionu olmaqdır. Novruz, niyə məhz taekwondo? Taekwondo sadəcə mənə bədənimi deyil, həm də iradəmi və zehin dözümlülüyümü idarə etməyi öyrədir. Bu idman növü sənin xarakterində nələr dəyişdi? Bu idman növü insan gücləndikcə daha sadə olmağı öyrədir. Əsl gücün başqalarının üzərində göstərmək deyil, öz zəif tərəflərinə qalib gəlməkdir. Mənim fikrim budur. İdmana başladığın ilk illərdə qarşılaşdığın və sənə görəsən dayansam dedirdən ən böyük çətinlik nə olub? Mənə ən çox çətinliyə salan şey eyni hərəkətləri minlərlə dəfə təkrar olunması idi. Yaşlılarımın çöldə bayırda əyləndiyi, oynadığı yerdə mən sumkamı götürüb məşqə gedirdim. İndiyə qədər keçirdiyin döyüşlər arasında sənin üçün yadda qalan, unudulmaz olanı hansıdır? 2024-də yeniyetmələr arasında Albaniyada Avropa çempionatı keçirilmişdi. Orada çempion olmuşdu. Bu hissi yaşayanlar bilər sadəcə. Hər bir idmançının zirvə nöqtəsi var. Sənin taekwondo çatmaq istədiyin ən böyük zirvə nöqtəsi nədir? Hər bir idmançının əldə etmək istədiyi nəticə olimpiya çempionu olmaqdır. Mənim də hədəfim olimpiya çempionu olmaqdır. Taekwondodan kənarda, asudə vaxtında nələrlə məşğul olursan? Çox vaxt istirahət edirəm evdə olanda. Televizorda döyüşlərə baxıram. Qalan boş vaxtlarımla dostlarımla vaxt keçirirəm. Mənə bu şərəfli yolda dəstək olan ailəmə, atıma, federasiyanın rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənə bütün yarışlara getməyimə sağladılar. Xüsusən Cəlil müəllimə öz minnətdarlığımı bildirirəm. Hər zaman yanımda olduğu üçün və Fərhad müəllim, Orxan müəllimə çox sağ olun deyirəm. Siz də mənim kimi nəticə qazanmaq istəyirsinizsə, Rizvan Taekwondo klubuna qeydiyyatdan keçməyə tələsin.